Pekçala rayonunda ağır yol qəzası baş verib. Kanal 10 TV Azərbaycan APAya istinadən xəbər verir ki, hadisə rayonun Ramazanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, Qazaxbərəsi kənd sakinləri ilə 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsaloğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsaloğlu səhər saatlarında valideynlərinə məxsus 99-303 Nissan markalı avtomobillə idarə etməni itirərək Şor kanalı düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər. Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.